Herkese salam uşaqlar. Mən Hüseyin. Bugün sizlərlə birlikdə rəsm çəkməyi öyrədirəm sizlərə və alma, armud, meyvələr üzərində başlayırıq. İlk öncə sizə ən asanlarından biri olan armud necə çəkilir, onu göstərəcəm. Armudu əgər çəkə bilirsinizsə deməyin ki, yəni çəkə bilirəm, keçin bunu. Öyrənməlisiniz, baxmalısınız, öyrənməlisiniz uşaqlar. Bunu normal belə qıraqların belə gedib çəkmirik uşaqlar. Baxın, ilk öncə yumuru çəkirik. Yumruğu çəkdikdən sonra ondan biraz balaca bir yumruğu çəkəcəyik. Və sonra şəklimizi davam etdirəcəyik. İlk öncə baxın, sizə yekə formda göstərməliyəm. Aha, baxın. Belə bir xətt düşünək. Baxın. Yumruğunun tam yumruğu olması önemli değil. Sonra burada həmin yumruğunun bir balaca formasını çəkirik. Sonra gördüyümüz kimi uşaqlar, burada 2 blok qalacaq şəkildə düz xəttlərimizi çəkirik. Və buranı uşaqlar baxın. Buradan belə bir xətt çəkirik. Buradan da həmçinin. Buradan belə bir xətti çəkirik. Və siz artıq da bunu göstərə bilərəm necə çəkdiyimizi. Dairənin qıraqlarından gedirik. Əsasən söhbət dairədən gedir. Burada. Dairə üzərində işləyəcəyik bugün daha çox. Və burada qalıq hissə. Qalıq bu hissəni pozuruq. Dairələrin bitişmə nöqtələrini pozuruq. Və buraları da biraz pozuruq. Üzərindən daha da qəşəng olmağı üçün düzəldirik. Məsələn, gördüyümüz kimi buradakı əyriliyi var. Burada 2 blokdur, burada 3 blokdur. Bunu çalışırıq ki, düzəldək. Və ortasını pozuruq. Belə şeylərə fikir vermək lazımdır. Mən bugün sizə çox da ayrıntılı göstərməyəcəm. Çünki ilk videomdur. Yəni ilk videolarımdan biridir. Ona görə hələ ki çox ayrıntılı göstərməyəcəm. Və əgər bu videoya yaxşı bəyəni gəlsə, yəni mənim kanalıma görə yaxşı. Mənim kanalıma görə çox yaxşı bəyənilər 500, 1000 bəyənidir. Yaxşı bəyənilər də ki 100 bəyənidir. Əgər yaxşı bəyəni gəlsə göstərə bilərəm. Baxın, bu armuddur. Armud. Baxın, armud. Deyək ki, armudu kölgələndirmək istəyirsiniz. Armudu kölgələndirmək üçün, məsələn, deyək. Burada məsələn deyək, hətta çox çəkməyəcəm, elə-belə çəkirəm də, məsələn. Məsələn, burada günəş var da deyək. Günəşin işığı bura düşür. Və ya bura düşə bilər. Baxın, buralara düşə bilər günəşin işığı. Buna görə bura və yaxud bura ikisindən biri açıq rəng olmalıdır. Bu qıraqlar isə tünd rəng olmalıdır. Baxın, bu hissələr tünd olacaq. Çünki günəşin düşdüyü yer bu tərəfdədir. Kölgənin düşdüyü yer bu tərəfdədir. Bu kölgələndirmək o biri videoda olacaq. Dediyim kimi, bu videoya yaxşı bəyəni gəlsə, o biri videoda kölgələndirməyi göstərə bilərəm. Armudu çəkməyə yöntəmi budur. Və məsələn, sizə alma çəkməyin yöntəmini göstərmək istəyirəm. Alma da ki, 2 cür çəkə bilərik. 2 cür çəkməyin yöntəmini sizə göstərə bilərəm. Fərəstə istəyirsiniz ki, onu almaya keçək. Aha, uşaqlar, vərəyi yenilədik. Və burada sizə demədiyim birəxları riyaziyyat dəftərində çəkin, əgər ilk dəfə çəkirsinizsə. Mən ilk dəfə çəkmirəm, amma ki, yəni siz daha dəqiq göstərə bilim deyəni, yəni riyaziyyat dəftərində belə damalar falan var deyəni, sizə göstərə bilim deyəni riyaziyyat vərəqində eləyirəm.
Düz əslində bunu riyaziyyat və bugünkü mövzunu riyaziyyat vərəqində eləməsəydim də olardı. Çünki çox da bir şey göstərməyəcəm. Sadəcə bəzi şeylər göstərəcəm. Məsələn, sizə belə bir şey göstərim. İlk öncə bizim bu almamızı çəkməyimiz üçün baxın. Balaca bir xətt lazımdır. Xətt deyəndə 4 bucaq. Fikrim rəsmbədir uşaqlar, çox da nə danışdığımı bilmirəm. Və uşaqlar baxın, gəlirəm. Aha. Bura 2 dənə ya da bir dənə uşaqlar. Baxın, bir dənə dama qalacaq şəkildə uşaqlar dairə çəkilir. Başqa karandaşa da keçə bilərik. Aha. Dairə deyəndə ki, yarım dairəvi. Məsələn, baxın. Gördüyünüz kimi uşaqlar. Çox da dairə eləməyə çalışmayın. Burada isə 2 dama. Uşaqlar, 2 dama. Olacaq şəkildə çəkirik. Aha. Və sizə üçün göstərirəm. Baxın. Buraları var, düzəldirik. Bu gördüyümüz kimi kəsə oxşur. Kəsə çəkmək üçün də belə yöntəmlə istifadə edə bilərsiniz. Amma ilk öncə gəlin buranı silək. Hətta ortasını da silmək yaxşı ola bilər bizim üçün. Baxın, indi onsuzsa burada çox da bir şey görünmür və burada almanın düzəlişlərini eləyirik. Bu arada bir çox adamda mesela rəsm çəkəndə olan o problemlərdən birisi də ki, kölgələndirmədir. Bunun isə aradan qaldırılması mən sizə asan yolunu göstərəcəm. Amma bugün yox. Əlbəttə dediyim kimi 100 bəyəni gəlsə uşaqlar. Hətta necə məsələn kölgələndirmə elədiyim şəkilləri də videonun sonuna qədər izləyin. Harasında göstərə bilərəm. Baxın. Aha. Bu arada yəni ingilisdə demişkən medium şəkilli, yəni orta başlanğıc şəkilli. Mən sizə burada profesional kimi çəkməyi öyrətmirəm. Buradakı iki nöqtə arasında bir dənə belə dairəvi çəkə bilərsiniz. Baxın. Sonra buradan bura, buradan bir dənə bura, buradan da buraya gətirirsiniz. Sonra artıq yenə orada göstərdiyim kimi buradan işıq gəldiyi üçün bura açıq olacaq. Buradan isə kölgə gəldiyi üçün bura çox tünd, bura orta tünd. Baxın, bura isə normal tündlükdə olmalıdır. Hətta bunları istəyirsiniz sizə qaydasını falan da göstərə bilərəm. Qaydasını göstərməmi istəyirsinizsə shorts videosu kimi ata bilərəm. Yorumlara yazın və sizə məsələn kölgələndirmə dediyim bir iki dənə şəkil göstəreyim. Aha, məsələn baxın uşaqlar, burada sizin üçün çəkmişəm. Baxın, bura tünd olduğuna görə qara, bura orta qaranlıqda. Yarpağı çəkmək üçün çox uğraşmadım. Bir yağ çəkdim bunu. 1 saat değil de yarım saatini falan aldı. Burada isə gördüyünüz kimi işıq vurduğu üçün bura açıq olmalıdır, tam barazi. Bura isə biraz oradan tünd. Və buralar qara. Buralarda həmçinin burası tünd qara olmalıdır. Sizə bir yağ demişdim. Hə uşaqlar. Bir də sizə bələn kimi göstərim. Yəni şey rəngləmək üçün yavaşca bastıraraq yumuşağa doğru apara bilərsiniz. Bu zaman bələn kimi yəni geçən rəsmlər alındıra bilərsiniz. İndi sizə deməyim budur.
abunə olun, dəstək olun və Azərbaycanın ən böyük YouTuberu ola bilməsəm də, bəlkə də ola bilərəm. Ən böyük rəssam YouTuberu olmaq üçün çabalayıram. İnşallah abunə olarsınız və mənə dəstək olarsınız, bəyən atarsınız. Buraları da kölgələndirmələr, hansısa hər insanın eləyə bildiyi basit şeylərdir. Görüşərik. Çox sağ olun videoya baxdığınıza görə və inşallah bəyən atmısınızdır da yəni. Dedim də yəni 100 bəyəni olsa kölgələndirmənin videosu gəlir. Qaydası da short videosuna 50 bəyəni olsun. 50 bəyəni və short yorum atsınız, short videosu kimi ata bilərəm. Çox sağ olun, hələlik.